Mən əvvəla minnətdarlığımı bildirmək istəyirəm Gülnara xanıma ki, məni bu gözəl kollektivlə, bu məktəbin rəhbərliyi ilə tanış elədi. Və sonra da məktəbin rəhbərliyinə çox minnətdarlığımı bildirmək istəyirəm ki, mənim oğluma belə qiymət verdilər bugünkü gündə. Bilirsiniz, mən bir şuarla yaşayıram ki, mənim oğluma qiymət verənin ölənə mən qoluyam, verməyənin ağası. Çox qullar qiymət verir. Sağ olsun, Mübariz Məhsimov da oğlumun adına gəmi bıraxdı. Çox sağ olsun. Bunlar hamısı şəhidlərə olan qiymətdir. Mən bir daha minnətdarlığımı bildirmək istəyirəm bu məktəbin rəhbərliyinə ki, mənim oğlumun adına bu günləri bir sinif verdilər. Artıq 5-ci sinifdir, 5-ci məktəbin sinifidir ki, Əmircanlı da Suraxanlı rayonundadır, bir gün aşırıda verirlər, 4-2, onları 5-ci sinif daxil verilir xəyyanlarına. Biz onsuz da itirdiyimizi itirmişik, bizə bundan sonra heç nə lazım deyil. Sadəcə biz diqqət istəyirik, diqqətlə yaşayırıq. Çox sağ olun ki, o diqqəti də bizə göstərdiniz bu günləri. Və bilirsiniz, ürəyi sınıq, sevincək bir insan kimi mən bunu qəbul elədim. Çox sağ olun, çox sağ olun, çox sağ olun. Sözümü bitirmək istəyirəm Mikail Müşfiqin misrası ilə. Uşaqlıqdan mən bizdə 41-45-in abidəsi var idi Əmircanda, qabağında elə. Haradasa 2-ci, 3-cü sinifdən o mənim elə yadımda qalmışdı. Mikail Müşfiq demişdi ki, vətən üçün yaşayan, vətən üçün ölən, səmimi bir insan nə bəxtiyardır. Sonra Gülnara xanımla tanışam, sizin övladınızı. Gülnara xanım Kəvan Tədris Mərkəzinin rəhbəridir və bizdə övladları təhsil alır. Həm də valideynimizdə müxtəlif aktiv valideynlərinədir. Tədbirlərimizdə həmişə yanımızdadır. Siz də görməyinizə çox şadıq Sevda xanım. Buyurun, söz sizin. Salam uşaqlar, hərinizi salamlayıram. Salam olsun atamızlar, salam. Salam olsun şəhidlərimizin ruhuna. Biz bugün Xəyyamın misalında bu şəhidlərimizin yad edirik. Bizim borcumuzdur, mənəvi borcumuzdur. Və dahi şairlərimizdən də vətəni sevməyən insan olmaz. Olsa da o şəxsdə vicdan olmaz. Biz oradan bura gətirən bizim vicdanımızdır. Yəni cezbindir əslində. Dedi, yox, bizim sonunda da olsa məclisə gedib çatmalıyıq. Biz orada iştirak etməliyik. O bizim borcumuzdur etməliyik. Vətən üçün ölənlər ölmür. Vətən üçün ölənlər, şəhid olanlar ölümsüzlük qazanır. Ölümsüz qəhrəmanların valideynlərini hər zaman diqqətdə saxlamaq, onların təsəlli, düz deyək, bu təsəllisi olmayan bir dərddir. Amma yenə də olsun, təsəlli etmək bizim borcumuzdur, mənəvi borcumuzdur bir insan olaraq, bir şəxsiyyət olaraq. 128 nömrəli məktəbdə Sədaqət müəllimi dediyi kimi mənim nəvələrim oxuyur, burada təhsil alırlar. Çoxdan tanışam Sədaqət müəllimənin bu səvkidə tədbirləri həqiqətən də tədbirlər layiqdir, hər zaman diqqət mərkəzində saxlayır. Şəhid ailələrimizi, ümumiyyətlə, Sədaqət müəllimə həqiqətən də mən çox belə həm şəxs olaraq təqdir istəyirəm, həm də gördüyüm. Mən onun tədbirlərində özümü xoşda istəyirəm. Və bir də bu yaxınlarda bir hərsəsin, aynı lisəsi idi, səviyyəcəkdir. Sərnə rayonunun 75 şəhidinə əsrənə göndərək çəkilmədi. Yalnız mən onun icazəsi alınca 6 ay vaxtı idi.
icazə verməyəcək bunu keçirməyə. Deyəcək, deyəcəksən şəhidini əzizləmə. Mən gələk o icazə alam. İcazə almışam, məktubu icra başlayın. Gözlərilir ki, həvət tutmadır. Yəni, elə bir agiyyə başçılarımızda var bu işlərin içində. Sözünüzə qüvvət, mən həmişə çıxışlarımda da eləmişəm ki, sir deyil ki, 44 günlük müharibədən generallardan tutmuş, çobana kimi satqınlarımız var idi aramızda. Sağ olsun, Türkiye ki, onları tutdular, apardılar aramızdan sıralar. Göründü, mülkidə nə qədər bizim, həmin o satqınlar, xalq düşmənləri var ki, vəzifələrdə oturub ki, belə maneələr yaradırlar. Bax, bunu mən həmişə çıxış edirəm. İndi sözümü buraya gətirmək istəyirəm ki, indi hal-hazırda hər bir bürokrat şahının işləyirəm, yığıram. İndi inşallah səmaların xəyyamadır, yəqin ki, bir şey yaradana, bunda dərdini bıraxsaların çıxarır. Allah izniyle sürətlə necə, nə vaxtda başa gələcək, necə başa gələcək, nə Allah bilirsiniz. Sağ olun, var olun, veteran Malik Səbiri valideynləridir. O mənim kızımın utandı deyə ha. O şansı, o tırnaqlarıyla tırnaqlı çıxan oğulların şansıdır. İnanın, onların zərfələri. Bilirsən ki, onun əziyyəti olur. Amma o arxada olan valideynin əziyyətləri. Onların yüzünü gözlərini, hər telefon səsinə hansı hissləri keçirir? Onu bir ifadə etmək çok çətin olardı. Gəlin bir alqışla Malik Səbirinin valideynlərinə. Çok sağ olun. Yüksek evler benim paylaştım. Yani bunlar dünya geliş vardı. Soğuksa, bunlar bilgilerine. Nasman kullanmadım. Ben yine büyüyen insanların gidip çocuklardan. Bakın, o işgal olmak nerede isteyilir, o ahlası nerede isteyilir, azlık olur, imkansızlık olur, birini tatmışık, birini tatmamışık, bu vaziyette. Yani bunlarla yüzlerle bir şey oluyor, tadı olmuyor, çörek olsaydı. Çörek olmuyor, lakın çıkında ters sosyal kanma olur. İyi güzel uşaklar bunu yetmelidir. İyi ışıklarımız da var, güzel şefakatli, devletimiz yaratır. Siz şeyler, mükemmel təsir alırsınız. Müəllimlərinizin, valideynlərinizin yolundasınız ki, siz evin aynasınız. Bugün sizin ya da hayırda bir hərəkətiniz, sənətdə bir hərəkətlər evinizin aynasıdır. Bugün mənim evimin aynası bunlar tanıyır. Allah kədərlənir, düşmələnir, oğullarımız üçün bir qədər qürur hissi, sevinç hissi yaşayırıq. O oğullar həlak oldu ki, bir sevinər, bir yaşayır. Bizim evlatlarımız boy bayram için yaşasın. Bunu da yaşatmak bizim borcumuzdur. Böyle bir gönderlerdir. Böyle bizim borcumuzdur. Sağ olun, var olun. Çok sağ olun. Diyen var yine. Diyen yok da bir tane şehir düzen altı. Ne demek istiyorsun Fatih? Buyur canım. Ben sana göstermedim ki eğer şehrinizin oğluna söylemek isteyen varsa kalırsınız. Buyur gel. Sekreterisinin müşahidi. Mətləb Fatimə. Buyur. Ben ilk olarak onu demek istedim ki atasız böyümək həqiqətən çox çətin bir şeydir. Çünki özüm də o hisslər yaşayıram bu dəqiqə.
Biri var yanında olmamaq, şəhid övladı olmaq. O hisslər həqiqətində çox dərindir. Ancaq sən bilirsən ki, nə vaxtda olsa həmişə o sənin yanındadır. Həmişə o sənin arxandadır. Hər qürur keçirdikdə o səninlə qürur duyur da. Bilir ki, o sən hər zaman yenidən qələbə qazanacaqsan. Onun qazandığı qələbəni, onun atdığı addımların devamını sən gətirəcəksən. Ümid edirəm ki, sən də atanın atdığı addımların devamını gətirərsən. Səndən daha fazla, düşlər deməli, daha fazlasını gözləyirəm, daha artığını gözləyirəm. Sənə həyatında, karyeranda uğurlar arzu edirəm. D sınıfının şahidi Sema. Sema Hanım'ın arasıdır. Güzel Hanım da okuyor. Şehrin demekti. Demir yumruk. Müellif ile belli. Diller Sema Hanım'ın nelerinde. Buyur. Son boyunda elin gur təsvətlə. Azərbaycan çatdı öz istəyinə. Dünya heyran qaldı el qüdrətlə. Mübariz ordumda Polad vuruşdu. Azərbaycan Qarabağı vuruşdu. Qələbə yaşatdı əl ordularım. Ədalət haqırdı əsir torpağım. Sərkərdə adlanan nətamadım. Əmr verdi, dəmir yumruq olmuşdu. Azərbaycan Qarabağı olmuşdu. Kapanış olunca. Laf açma. Yok. Baklarını sormadım. Gelin ses. Bir kelime demek istedim ki ne bilmiyorum, qonaqlarımızın nəsə bir sözü var mı? Məktəbə gəlmişsiniz, buraya gəlmişsiniz, mən bir sözü bizler salam duyarsınız, Naxçıvana, oradan buraya gəlmişsiniz. Var olmasın. Bizim qonağımız olur. Bazı yani tərbiyə şərait çox xoş oldu bizə. Əlxan müəllimimiz haqqında məlumat vermədi, düzülüdü vəzifəli şəxsən. Əmircan qəsəbəsinin kənd soveti, düzülüdə kənd soveti rəhbəri. Əlxan müəllim də Əmircan qəsəbəsində kənd soveti sədri edirlər, səhv eləmirəmsə. Vəzifəli şəxs olmasına baxmayaraq, özüm də qeyd elədiyi kimi, övladların hər ikisini müharibəyə göndərmişdi. Yəni, belə valideynlərin sayəsində, belə oğulların sayəsində biz bugün burada rahat sinif otaqlarında dərs keçirik uşaqlar. Biz ömür boyu onlara borcluyuq. Baxmayaraq ki, sabah Xəyyamın 35 yaşı tamam olur, qeyd edildiyimiz kimi. Xəyyam əbədilik qazanır. Əbədi bizim ürəyimizdədir. Mənə də gəlir ki, onlar həmişə deyirəm, bu sözü təkrarçılıq olursa üzrlü sayasız. Onlar torpaqları birləşdirməklə bərabər insanları da bir-birinə birləşdirdilər, yaxın etdilər. Hər biri ailəmizin üzvü oldu. Həqiqətən biz indi də analarla birlikdə oluruq, tez-tez yığışırıq analarla. Elə bir bayram yoxdur ki, bayram öncəsi ilk onlarla görüşürük, sonra gəlib oturup evimizdə bayramımızı rahat qeyd edə bilirik. Onlarla görüşməsək mümkün deyil. Bu işləri də bizdə təşkil edir. Çiçək müəllimə, bilirsiniz, uşaqlar çox gözəldirlər. Məktəbimizin musiqi müəlliməsi, Çiçək müəllimə, Qısxanın müəllimə, Fəsil müəlliməsi, təşkilatçının Cavanşir müəllimə rəhbərliyi altında bu işlər çox necə deyirlər, mütəmadi olaraq təşkil olunur. Vətənpərvər müəllimlərimiz, Nəzakət müəllimə, Azadə müəllimə, Esma müəllimə, Pınar müəllimə həmişə yanımızdadılar. Digər müəllimlərimiz də hansı ki burada deyirlər. Məktəbdə ümumiyyətlə bu mövzu, inanın ki, müqəddəs bir mövzudur bizim üçün. Müqəddəs mövzudur. Hər bir otağın otaqda, hər bir otağa da verilir adlar.
Qismət belə düşdü. Qayanın da adı olsun bilinəcək bir dövlətlərdə. Çox sağ olun. Siz sağ olun. Sözünüzə hüccət olaraq əlavə edirəm ki, mənim xəyyamdan sonra 2 bayramım olur. Biri Balaca Əli xanım ad günüdür, bir də Zəfər günüdür bizim, qələbə bayramımız. Mən bayramlarda telefonlarımı söndürürəm və mənə sual verəndə ki, bayramını mübarək deyirəm, yox. Balası ölənin bayramı olmaz. Ona görə biz ondan da məhvuluq. Mən bir şəxsiyyətcə 19-cu əsrdə qalmışam. Hələ heç 20-yə də keçməmişəm. İnanmıram da keçəm. Belədir. Allah can sağlığı versin. Allah da ərvan böyüdəsin. Kəlməsində falan bizlə yanaşır. Çiyin-çiyinlər, Filan Tədris Mərkəzinin rəhbəri, bizim sevimli valideynimiz Günara xanım oldu. Mən istəyərdim elə tədbirdə sizin bizlə bitirək. Önce hər birinizi salamlayıram. Mən çox sevinirəm ki, vətənpərvər uşaqlarla bağlı görüşürəm. Ona görə ki, mən sizin yazdığınız mətnləri dinlədim. Sizin necə sayğıyla burada əyləşib, diqqətlə tədbiri dinləməyinizi görürəm. Bu alışa layiqdir. Vətənpərvər insan özülü ailədən gəlir. Bəli, biz çətin günləri görüb gəlmişik. Blokada şəraitində yaşayan bir əhali olaraq Naxçıvanda elə idi. Blokada nədir? Bəlkə də bilmirsiniz, mən deyim. Yəni oranın çıxışı təyyarədən başqa təyyarələ, yalnız yol təyyarələ. O şəhərlərdə, o kəndlərdə ətrafınızı ancaq başqa dövlətlər sarıb əhatə edir. Amma sizin öz dövlətinizlə, öz paytaxtınızla əlaqəniz yalnız təyyarə yolu ilədir. Bu da ola, olmayan. Yəni çətin idi. Yaxşı yaxın qonşularımız var idi, hansı ki, Türkiyədən bizə yaxşı, bəli, dəstəklər gəlirdi. İrana bəli siyasi, xarici siyasətdir bu, alışveriş nəticəsində ora nəsə gəlirdi. Yəni, kiçik dəstəklər olurdu, amma bu öz dövlətimizin yerini verirdi. Biz işığı görürdük 2 saat, sonra sönürdük. Məcbur idik belə. Çünki enerji çatmırdı. Qaz yox idi ümumiyyətlə. Su həqiqətən çətin bir məsələ idi. Yəni təsəvvür edin ki, qışda biz 2 saat işıq yananda isinirdik. Digər 2 saatı gedirdik, buzu yarıb suyu gətirirdik ki, növbəti 2 saat işıq yananda o suyu isidək, biz evimizdə istifadə edək. Yəni belə çətin bir günlərdən gəlmişik. İndi şagirdlərə baxıram, uşaqlara baxıram. O qədər gözəl şəraitləri var ki, həqiqətən də bunlar nəyin hesabınadır? Bunlar bizim müstəqil dövlətimizin hesabınadır. Müstəqil dövlət necə yaranır? Şəhid qanı ilə yoğrulan torpaqdan yaranır. Hansı ki, bu torpağın uğrunda ölən şəhidlərimiz oldu. Bu torpaq uğrunda canını verən, canının bir parçasını verən qazilərimiz oldu. Bu torpaq uğrunda gözünü yumub düşmənin üzərinə gedən veteranlarımız oldu, müharibə iştirakçılarımız oldu. Əlbəttə, onların heç birini biz unuda bilmərik. Biz ona görə də dəyərləndirməliyik. Yəni, sizi çətin vəziyyətlə indiki vəziyyəti qarşılaşdırıraq. İndi soyuq suyla əlinizi yumaq istəmirsiniz. Amma biz qarından əlimizi yuduğumuz vaxtlar olur ki, tutasmırda, qara əlimizi soğuk. Uşaqlar, indiki vəziyyətimizin qədrini bilin və indi bizi bugünə gətirən şəhidlərimizi heç vaxt unutmayın. Xalqımız üçün çalışın, vuruşun, hər zaman qələminizlə, siz ağlınızla, bəli, vətənə sədaqətinizlə mütləq vətən üçün çalışın. Müstəqillik bu deməkdir. Mən sizə müstəqil olmadığımız bir dövrdən danışdım və indiki sizin öz vəziyyətinizi qarşılaşdırır. Və mən burada qeyd eləmək istəyirəm ki, bu tədbir necə ərsəyə gəldi? Bizim 22 noyabrda Şəhid Əlixan Əliyev üçün hazırladığımız anım gününü
hansı ki 30 noyabrda vertolyot qəzasında bu şəhidimiz şəhidlik zirvəsinə ucalıb şəhadətə yetib. Onu biz 22 noyabrda qeyd elədik. Çox qonaqlarımız oldu. Orada bizim əziz qonaqlarımızdan biri də Sədaqət xanımdır. Məktəbimizin direktoru. Vətənpərvər xanım. Sədaqət müəllimə orada bir söz dedi. İstərdim ki, 128 nömrəli məktəbdə bir sinifin adı da olsun bizim şəhidimizin adı da. Xəyyamın adı ilə bağlı olsun. Və mən bunu unutmadım. Orada yadıma saldım. Və Sədaqət xanım mənə müraciət elədi ki, bizim uşaqlarımız inşa yazıb oradan gələndən sonra. Onu aparaq biz Balaca Əlixana təqdim eləyək, onun görüşünə gedək. Mən dedim ki, Sədaqət xanım, bəlkə biz bunu sizin məktəbdə eləyək, yadınızda bu söz. Sədaqət xanım dedi, hə, əlbəttə ki, bunu eləyək. Və artıq bugün buradayıq biz. Şəhid Xəyyam Əliyev adına 8-ci C sinifi verildi. Artıq 8-ci C sinifi Kapitan Şəhid Xəyyam Əliyev adınadır. Burada həmin sinifin şagirdləri əyləşib. Bu münasibətlə onları təbrik edirəm. Çünki siz bir vətənpərvər oğlunun adını daşıyırsınız. Sizin sinifiniz onun adını daşıyır. Və minnətdarlığımı bildirirəm ailəsinə, şəhidimizin ailəsinə, minnətdarlığımı bildirirəm Sədaqət xanıma, sinifin müəllimlərinə, tədbirdən gəlib özürək sözlərini qələmə tökən şagirdlərə, vətənpərvər ruhda övlad böyüdən valideynlərinə, bugün bizim yanımızda olan mənim ailə üzvlərimə təşəkkür edirəm. Buradadılar. Yaxşı gəldiniz, yanımda oldunuz bugün. Sağ olun, minnətdarım. Mən şadam ki, vətənpərvər bir ailənin övladıyam. Hər iki tərəfdə ailə vətənpərvərdir. Sağ olun. Naşir bəy. Mən çıxdım istəyirəm. Mən Ərdən müəllimi tapdım gətirdim. Şəhid qardaşıyam, Sağlar. şəhid qaynasasıyam, həm Körkənim bu müharibədə şəhid olur, həm də qardaşım da 1-ci Qarabağ müharibəsində şəhid olur, tankla bir yerdə yanır. Özüm də 1-ci Qarabağ müharibəsində iştirakçıyam. Bu müharibənin nə demək olduğunu gözümlə şahidiyəm, görmüşəm. Müharibənin acısını mən də bizim şəhid ailələri kimi mən də tadmışam. Bilirəm ki, nə qədər dəhşətli bir şeydir. Allah elə düşmənimizə göstərsin, bizə göstərməsin. Mən demirəm ki, onlara da göstərməsin. Bəzən deyilir, düşmənini də göstərməsin. Nə də göstərsin onlar. Çünki onlar insan deyirlər. Bu qədər insanın ölümü, bu qədər insanların evin eşinin dağılması, bu qədər bizim xalqımızda çəkdikləri zulüm hamısı və heç nəyin içində. Əslində biz o torpaqları yenə geri qaytardıq, o torpaqlar zaten bizdəydi. Bizdə də qala da bilərdi. Yəni erməni nəyə nail oldu? Erməni ancaq bir şeyə nail oldu ki, bizim millətin sayını biraz azaldır. Amma şükür Allaha ki, 1988-ci ildə Azərbaycan statistikasına baxanda, yəni əhalinin statistikasına baxanda bizim təxminən 6 milyondan biraz çox idi. Ermənistan isə 3 milyon yarım idi. Amma bugün Azərbaycan əhalisi bu qədər şəhidlərin, bu qədər ölümün içində yenə də şükür Allaha ki, biz artıq 11 milyona yaxın